Evcil heyvanların ot yeməsi tez-tez sahiblərini narahat edir. Amma bu davranış hər zaman xəstəlik demək deyil. Birinci səbəb instinkt davranış kimi hesab olunur. Xüsusilə itlər və pişiklərdə bəzən həzm sistemini stimullaşdırmaq üçün ot yeyirlər. Bəzi hallarda bu, yüngül mədə narahatlığını aradan qaldırmasına kömək edir. İkinci səbəb isə qidalanma ilə bağlıdır. Rasionda lif az olduqda heyvan bunu kompensasiya etmək üçün ot yeyirlər. Bu xüsusilə yalnız ət əsaslı və balanssız qidalanmalarda daha çox rast gəlinir. Üçüncü səbəb isə davranış faktorudur. Darıxma, stres və ya diqqət istəyi bu vərdişlərə yarada bilər. Amma burada risklər də mövcuddur ki, çöldəki otlar pestisid və ya kimyəvi maddələrlə çirklənmiş ola bilər ki, bu da heyvanların mədə sistemində və həzm sistemində bir toksikasiya yarada bilər. Bundan əlavə, bəzi bitkilər toksikdir və zəhərlənməyə səbəb ola bilər. Əgər heyvan tez-tez ot yeri və ardınca qusma, ishal, iştahsızlıq və ya halsızlıq müşahidə olunursa, bu artıq klinik bir problemin göstəricisidir və müayinə tələb edir. Heyvan sahiblərinə tövsiyəm, heyvanın rasionunu balanslı saxlayın, lif tərkibli yeməliklər üstünlük verə bilərsiniz. Ev şəraitində təhlükəsiz pet qras yetişdirmək də daha doğru olardı. Çöldə nəzarətsiz ot yeməsinə imkan verməyin. Unutmayın, davranış normal ola bilər, amma tezlik və yanaşı əlamətlər hər zaman qiymətləndirilməlidir. Təşəkkür ederim.